poster necə hazırlanır, onu öyrənəcəyik. Firpikdə çılçılaq yazaraq axtarırıq. Bizə uyğun olan formaları tapıb yükləyirik. Və buradan bizə uyğun olan mebel formasını seçirik. Mən mebel, necə deyim, mağazası üçün hər hansı bir poster hazırlayıramsa, burada avtomatik yükləyirik. Daha sonra bir endirim həftəsi elan eləməyimiz adına. Bu hər hansı bir ixtiyari dizayndır. Təbii ki, daha professional dizaynlar üçün daha böyük axtarışlar eləmək mümkündür. Yüklənmiş fayllarımızı açırıq. Gəlin buradan daxil olaq. Yüklənmiş fayllarımızı açırıq. Deməli, faylları açdıqda həmişə olduğu kimi mən Wi-Fi bağlayım, ən yaxşısı. Bax, burada gördüyümüz kimi bu işimiz avtomatik Photoshopda açılır. Çünki mən PNG yazmışam. Bu səni bu şəkildə qorxutmasın. Photoshop'a açırıq. Bu Photoshop'a keçid deməkdir. Bunun əgər belə deyim də, EXE versiyasıdır, daha sonra necə deyim, vektor versiyasıdır yükləsəydinsə, bunlar avtomatik Illustratorda açılacaqdır. Sadəcə tək fərq bu olacaqdır ki, real foto olmayacaqdır. Yenə üstünə vururam, bu açılsın. Arxa fonda avtomatik olaraq bura açıldı. Bax, önümüzdə avtomatik belə bir görüntü olacaq. Bu nə deməkdir? Background-u gözünü bağlayırıq. Anında damadama bir görüntü olur. Bizə də lazım olan budur. Background-un bağlanması. Background nədir? Arxa fon. Başqa da heç nə eləmirsən. File panelinə daxil olursan. Burada save edirsən. Yenidən. Buradan PDF faylını seçirik. İş masasına atıram. PDF. Bu işimizi də açdıqda eyni qaydada background-umuzun gözünü bağlayırıq. Baxın, model artıq özü tək şəkildə qaldı. Daha sonra fayl hissəsinə daxil oluram. Save as. Bu hissəni PDF seçirəm. Bu qədər ağır işləyir. İş masası saxla. Axırıncı sənədimizi açdıqda isə background-u burada avtomatik olaraq bağlamış olacam. Çünki mənə background lazım deyil. Bu şəkildə. Və burada görürəm ki, mənə lazım olmayan dizaynlar var. Bunların hamısını seçirəm və silirəm. Misal üçün, burada görürəm ki, belə bir kölgə var. Ehtiyac yoxdur, silirəm. Arxa fonda bu zərlərin qalması isə mənim üçün üstünlükdür. Daha sonra burada görürəm ki, anons deyə yazı var. Bunu öz sözümlə də əvəz edə bilərəm. Üzərinə daxil oluram. 2 dəfə üstünə daxil oluram, replace edirəm. Baxın, gördüyünüz kimi. Bunu endirim sözü ilə əvəz edirəm. OK edirəm. Ctrl-T-ni basaraq həcmini kiçildirəm. Photoshopda Ctrl-T basmadıqda ölçüdə dəyişiklik edə bilmirik. E hərfini 2 dəfə üstünə vururam ki, düzəldim. Bu şəkildə. Bunun da yenidən yaddaşa düşməsi üçün, bu bir tip mockup olduğu üçün save edirəm. Arxaya qayıtdıqda, arxadakı faylımıza baxın, 20% endirim. Avtomatik yaddaşa düşdü. Fayl panelinə daxil oluram, save as edirəm. Yenə də bayaqki qaydada PDF versiyasında yaddaşa salıram və iş masasına atıram. Daha sonra Illustratorumuzu açırıq. Buradan web panelə daxil olaraq misal üçün istənilən ölçünü buradan da seçmək olar. 1920-nin 1080-ə də seçə bilərik və yaxud da Instagram post ölçüsü olaraq buranı millimetrə salıb 1080-1080 halına da sala bilərik. Mən hal-hazırda bu webi seçirəm. Daha doğrusu bunu. Və
yenisini yaradıram. Yeni dokument açıldıqdan sonra bayaq az əvvəl PDF halında yaddaşa vurduğum işləri sürüşdürüb bura gətirəcəm. Bütün bayaq save elədiyim PDF formasında olan işləri bu şəkildə bura gətirdim. Hal-hazırda təbim Photoshop'u yaxşı bilmədiyi üçün PDF halında gətirmişəm. Amma eyni fotoları PNG halında da bura gətirsəz, eyni keyfiyyətdə, eyni şəkildə gələcək. Hər birini seçirəm, embed edirəm. Embed etməyimizin də əsas şərti budur ki, birinci şəkillər save olunub bir başqasına göndərildikdə şəkillərin keyfiyyəti ölməsin. İkincisi də ki, çapa getdikdə şəkillər görünür olsun. Deməli, biz burada bir kompozisiya quracağıq. Bura yaşıllıq da gətirə bilərdik, hər hansısa bir anlayış da gətirə bilərdik. Elə hesab eləyək ki, bu Embavudun reklamıdır. Bu da onun posteridir. 20% endirim. Ən diqqət çəkən nüansımızdır. Bunu buradan bu şəkildə yerləşdirirəm. Bu bir çılçıraq olduğu üçün onu istənilən ölçüyə salmaq bizim əlimizdədir. Shift Alt və yaxud da Shift Altsız heç bir önəmi yoxdur. Və yaxud da bu bizə çox gəlirsə, mən bunu kəsə də bilərəm və yaxud da orada da kəsib gətirə bilərdim bir neçəsini. Mənə əgər ki, lazım deyilsə və yaxud da embed etməmişdən əvvəl burada kəsim etmə kimi şansımız var ki, bu şəkildə göstərim. Bir saniyə. Tutaq ki, bu. Gətirirəm, atıram Illustratora. Burada görürük də Image Trace hissəsinə daxil oluruq. Ay, çox sorry. Görmürəm, buranı bu buradan düşürdü ya. Bura daxil ola bilmirəm. Crop Image var bu arxada. Amma hal-hazırda daxil ola bilmirəm. Crop Image hissəsindən bunu bu şəkildə belə sildikdə mənə lazım olanlar görünür olacaq. Tamam mı? Başa düşdüyüm dediyimi. Sadəcə buradan daxil ola bilmirəm. Hal-hazırda burada bizim editimiz gedir. Ekran yazması. Bu belə. Daha sonra lazım olacaq məlumatlarımızı, buradadırmı, Embavud'durmu və yaxud da bir başqa mağazadırsa onu yerləşdirəcəyik. Misal üçün arxaya gradient verirəm. Bu şəkildə. Rəngini təbii ki, yenə də aça bilərəm. Opasitesini azaldaraq. Bunun üzərində müxtəlif dizaynlar etməyimiz mümkündür. Və yaxud da bayaq izah elədiyim o şəkildə bir formalar da gətirə bilərsiniz. İndi burada mənim fırçam haradadır? Buradan istənilən formanı özünüz də seçə bilərsiniz. Yəni, dizaynlar təbii ki, müxtəlifdir. Bax, özün görürsün. Mən təbii ki, bunu təxmini elədim. Demirəm ki, gedin belə bir şey eləyin. Müəyyən nümunələri də atacağım. Posterimiz bu şəkildə olur. Instagram yazılacaq buradan. Embavud'dursa Embavud və yaxud da Perla'dırsa Perla və yaxud da başqa adını bildiyim, bilmədiyim hansısa bir şirkət varsa onun rəsmi olacaq. Bu şəkildə. Bunu da düzəldirəm. Hər birini seçirəm. Sağ mausu basıram. Make clipping mask edirəm. Bu da bizim posterimiz.